Kəlbəcərin ev ağsaqqalı, Kəlbəcərin təsibini çəkən, Kəlbəcər uğrunda həm həyatını, canını, vaxtını, zamanını, ruhunu qoyan Şamil Əsgərovun yaşadığı ev. Hər Kəlbəcərə səfər eləyəndə gəlib bu evi belə bir növ ziyarət edirik. Bu həyətdə, bu stollarda kimlər oturmuyor, hansı görkəmli şəxsiyyətlər olmuyor. Şamil Əsgərovun kitabxanasından bugünə qalan budur. Mənim vəziyyətim bir kitabxana idi. O da əlimdən çıxır, aparmaq mümkün olmur. Bu kitabxanamda qaldı. Hələ mən öz evimdən ələ var. Öz evimdə belə dağılsın da, geçsin də, böyündə qırat olub dağılıbdır. Mən elə bir kitab, belə bilirdim ki, balamın biri də muzeydir. Bu muzeydə 20 mindən çox eksponat var idi. Özdə nə eksponatlar vardı? Elə eksponatlardır ki, o dünya muzeylərin bəzi bilərdir. Gel, çıktık, gel, gittik. Gel, tamam. Pacalı Karatam'da olardık. Ortasında o bozağı kalardık. 4-5 şah bir yorğana dolardık. Tepileşik, yorulmuşuz, yatmışız. Böyle boya başa çatmışız. Kuru qabıq çırağımız olardı. İsi, pası evimizə dolardı. Yazıq nənəm biraz incik qalardı. Deyərdi, oğul durub sən də yat, qoy qonağa, qalsın biraz ehtiyat. Bax bu toz ağacıdır. Həmin quru Şamil qab. müəllimə Allah rəhmət Allah eləsin. Şamil müəllimə rəhmət eləsin. Elimizin, günün, güzaranın Bax buydu, bax. Dəli Dağa Salam poemasında çox gözəl ərsəyə gətirib.